elsizlik. You dream about going out there, but that is a mistake. Just look at the world around you, right here at the ocean floor. What's wonderful things around you? What more are you looking for? Under the sea, under the sea. I'm looking with the down when it makes the second for me. Up on the shoulder, walk all day, out to the sun to slave away. What would you want if you start to float to Erşan under the Hazret. sea? We go make it weather. Now here all the fish are happy, I saw that the wind they roll. The fish on the land is happy, they sit cause the rain is ball. The fish in the bowl are lucky, berries in the water is right. One day when the boss gets hungry, there's queen on the plate. Under the sea, under the sea. I'm looking with the down when it makes the second for me. Oğlum geldi, Day, out to the sun to slave away. What would you want if you start to float to under the sea? Under the sea. I'm looking with the down when it makes the second for me. Up on the shoulder, walk all day, out to the sun to slave away. What would you want if you start to float to under the sea? Play the hop, the play the bus, and they throw the shop. The bus play the right, and chop play the top. They vlog and they do of the soul. Under the sea, under the sea. When the sun begin to breathe, it's a music to me. What do they got? A lot of sun. We got a hot possession bed. Each little club here knows to the jump here under the sea. Nigar, sizinlə başlayaq elə. Deməli nə, hündür deyil, uca bilirəm, hündür deyil, dəqiq. Sonra oxuyanda biraz belə başa düşmədim heç bir sözü, belə də bəzi sözləri başa düşdüm. Amma deyə bilərəm ki, 100% Rus bölməsidir. Bəzən sözlər belə aksenti var idi, ondan tutdum. Amma kimdir bilmirəm, baxışım, heç. Murad, sizinlə devam edeyim, Murad. Ağa, bu dostumuzun idmanla çox sıx əlaqəsi var kimi görünür. Yəni, yerişi, davranışı, hətta bu maskanın Bəlkə bilə-bilə eləyir. qarnındakı paxlavalar da. Bəlkə bilə-bilə. Yox, biraz hiss olunur ki, belə, yəni idmanla əlaqədar kimi görünməyə çalışır. Hətta bizə bir ipucu da verdi. Futbolla əlaqədar olmasını, ola bilsin ki, izi itirmək üçün deyilir. Bəlkə də idman şərhçilərimizdən biridir. Heç kimin adını hal-hazırda ağlıma gətirə bilmirəm. Sonra bir söz söylədi, dedi ki, sayımız az olsa da, yəni bu hansısa bir qrupa aiddir. Onlar çox deyirlər. Və bir fikirlə cümlə başlandı, dedik. Bakılılar və şəhərimizin qonaqları. Bəlkə bu Bakılı oğlanlar komandasına bir eyham idi deyə düşünürəm. Deyir, çevikəm, nadir görünürəm, efirlərdə tez-tez olmuram. Sonra fikirləşdim ki, bəlkə bu hansısa subkulturanın təmsilçisidir. Yəni, bu ola bilər rapçi, rockçu, qalayçı, yox, qala başqa yerə getdim. Bircə onu bilirəm ki, bu bir səs sənətçisi deyil, yəni vokalçı deyil. Coşqun bəy, Bəli, bəli. sizin fikriniz nədir? Valla mən də Tarix Nadir kitabını yerə qədər oxumuşam. Mən anlamıram orada kimdir. Amma mən futbol variantına dirəndim, yaxşı mənada. Yəni, indiki zamanda bizim müğənnilər də futbol oynayır, musiqiçilər də futbol oynayır. Yəni, sevirlər futbolu. Kim? Hansısa bir bəlli vaxtda. Kim? Yəni, cavan Mərdandır bu, Mərdan. Səni öldürəcəm mən. Mərdandır bu. Opa, yeni bir ad çıxdı ortaya. Söhbət Mərdan Kazımovla gedir. Bəli, bəli. Kamilə xanım, sizin fikriniz nədir? Mən görürəm ki... Necə bəyəndiniz bizim? Ara qızışır. Ara Nə, doğrudan da Rəbaba? qızışır.
kiminsə birinci versiyası söylənilir. Yəni burada belə müzakirələr gedir. Ona bilsə nə deyirlər? Ara qarışır, məhsə bitir. Məhsəb itir, hə. Mən nömrə haqqında danışmaq istəyirəm. Mən dəhşət zövq aldım. Nömrə mükəmməlidir. Süpəriləri gözəl idi və nərə balığımız o süpərilərin arasında o qədər organik, o qədər gözəl üzürdü. Axırda o üzüşü... Harınlamış nəhər balığıdır. Fikir ver. Belə öz sözlü deyən nərə balığıdır. Bunun Nərə vidinə balığı baxın, harınlayar da. bunun fasonuna baxın, bunun boyuna baxın, bunun prическasına baxın. Mənim ürəyim getdi bu nərə balığı üçün. Hələ ki burada dayanım. Əla. Faiq Ağayev. Mən Kamilə xanımın sözünə qüvvət, İctimai Televiziya və Maska komandasına böyük təşəkkürümü bildirmək istəyirəm. Zaman-zaman mediada müzakirələr gedir, show business nədir, show business necə olmalıdır? Bax, show business indi, aziz tamaşaçılar, qarşınızdadır. Gözəl hazırlanmış dekor, gözəl hazırlanmış artist, böyük komanda və performans dediyimiz, bax, o göstəri, o tamaşa göstərmək bacarığını biz bu günləri gördük. Eşq olsun ictimaiyyəyə, eşq olsun Maska Show'nun bütün komandasına zövq alıram. İş ondadır ki, burada bizim nərə balığımız, Nərbala oxuyanda mən 2 versiya söylədim. Hamı da eşitdi. Mən axırıncı söz çatır deyənəm, mən bütün versiyalarımı dedilər. Bu maska arxasında... Hansı versiyanı mən eşitdim ki, dedim? Baxın, Heç də eşitməmişdim. Heç də eşitməmişdim. sənin hansı qulağıma demişdim, o qulağın qurusun sənin. Heç bir qulağıma da deməmişdim. Dalaşacaqlar. Canlı iftira. Gəl baxaq. Murad. Murad artıq bizi eşitmir. Deyirəm də qulağı quruyub. Sən al. Quruyub, Sən Allah ora bax. Rocker dedim Mərdan. Baxın, söhbət Buyurun. getdi ki, biz azıq. Bu iki musiqi janrından Azərbaycanda söhbət gedə bilər. Açsan, onu üçün. Ya rock musiqisidir, çünki nümayəndələri çox deyil, ya da ki rap hip-hopdur. Nərbala ya Elşad Xosədir, ya da ki Mərdan Kazımovdur. İkisindən biri. Ya da birini də deyim. Ya da səs tembirinə görə inanılmaz dərəcədə Eybidi Malikə yaxın bir şeydir. Maraqlıdır. Bəlkə. Maraqlı versiyalı. Nigar da nəsə demək istəyir? Nigar, buyurun əlavəniz var. Murad Adaşovun qardaşı adı Fərid. nə? Fərid. Bəlkə Fəriddir. Fərid. O da Fərid maraqlıdır. ola bilər. Ola bilər. Niyə də yox? Amma bir balaca detektivimizə kömək eləyək. Detektivlər təbii ki, axtarırlar. Auditoriya, siz də zəhmət olmasa detektivlərə kömək eləyin. Çünki Nərbala özü haqqında 2 məlumat deyəcək. Biri yanlışdır, yəni yalandır. Biri isə doğrudur. Nərbala özün haqqında birinci məlumatı söylə. Bir evladım var. Bir övladım var dedi. İkinci Allah məlumat saxlasın. hansıdır? Aparıcı olmuşam. Hoppa, dedi aparıcı olmuşam. Auditoriya, o dedi ki bir övladım var. Sonra dedi ki aparıcı olmuşam. Auditoriya deyir ki aparıcı olmuşam, daha doğrudur. Buyur Nigar, buyurun. Dodi alfayet. Dado. Dado. Dodi alfayet özdə. Dado ola bilər. Hə, Dado sən? Dado. Yox, ola bilər. Dado. Rapçi Dado. Bildi. O bir uşağı vardı. Murad. Söhbəti başqa. Sizin fikrinizcə? Mən versiya deyim. Bəli. Baxın, 2 məlumat verdim. Mən hansı doğrudur, hansı yanlışdır sizin fikrinizcə? Övlad məsələsi. Faiq bəy, siz kimi demişdiniz bayaq? Əl çəkməyəcəm sizdən. Sən göy yadında deyil. Yo. Sən nə sənə? Yo, mən özüm tapdığım variantı demirəm. Tərəfdən sən. Özüm tapdığım Elşad variantı. Xosɛ dedi. Elşad Xosɛ. O uşağı yox Elşad Xosənin yaxı. evladı o yoxdur bildiyimə görə. Var. Var. Ay Elşad, təbrik edirik səni. Bu nə yaxşı verilişdir. Ya da ki Mərdan Kazımov, o da ki bu yaxınlarda Mərdan toyu olub. ata olmağa namizəddir. Hələ Amma hələ olmayıb yoxdur evladı. evladı. Amma onu Sayılmır. nəzərdə tuta bilər. Bilər. Yox, Mərdan yox. bu mən veriş aparıb yoxsa yox, amma Elşad Xosə aparıb. Bəlkə radio da aparıb veriliş. Hədə Elşad Xosə aparıb. Elşad Elşad Xosa aparıcı da olub. Elşad Bəli. Xosa jurnal baş redaktoru da olub. O da ona görə Eybidi Malikdirsə onun bir övladı deyil. Onun 2 övladı olmalı səhv Hə, eləmirəmsə. 2 qızı var. 2 qızı var. Dəyərli Ebidim detektivlər. Malikin hə. bəlaları qızı var. Muradın versiyası var idi. Buyurun. Amma nədənsə onu səsləndirmədi. İdman şərhçisi. Mənim versiyalarıma keçdi. Mən sizin Dedi,
Hesaba yenə başlayır. Mənə dedi ki, futbolçudur. Məşhur cavan futbolçularımızdan birisidir. Qara Qarayev. Bax, gör. Alqışlayaq. Nərə balığının görürsünüz ki, arxasında pulsuz yazılıb. Biraz da saxlasaq, deyəcək ki, borcunda üzürəm. Gəlin son versiyaları söyləyin. Coşqun bəy, kim? Bir ad söyləyin. Mən də istəyirəm öz versiyamı deyim. Yəni Faiq bəy Buyurun. qıcıqlandırmaq istəmirəm. Çünki o fikirləşir, o tapar. Mən istəmirəm onun dediyini təkrarı. Mən də Mərdan deyərdim. Üstünüdür və öz ağlına gələn addır. Yaxşı, var. mən Faiq müəllimin variantından vaz keçirəm. İmtina edirsiniz. Qoy olsun Qara Qarayev, Rəvan Qarayev. Rəvan Qarayev. Nə maraqlı. Aha. Bəli. Kamilə xanım. Mən də qoy deyim bu dəqiqəyə Əlixan, aktyor. Rəcəbov. Əlixan Rəcəbov. Balaca adam mı boyca? Boyca Əlixan hündür Rəcəbov. deyil. Yeni Əlixan ad. Rəcəbov. Murad. Bu Əlixan deyil, dostlar. İndi xahiş edirik, o maskanı çıxart da. Maskanı çıxart. Ağa, mənim, bilsən necədir? Mən variantlarımın heç birində əmin deyiləm hal-hazırda. Ona görə də mən versiya verməyim. Bu əsəbəşidir. Bu əsəbəşidir. Vurub dağıdır oraları. Əsəbəşi buraları dağılır. Nigar. Otur, otur. Əslində- Ən yaxşısı otur. Buyurun Nigar. Mən yenə də düşünürəm Dado məncə. Məncə Dado. Faiq bəy. Mənə gəlir ki, bu bığlı saqqallı oğlan Elşad Xosədir. Təşəkkürlər. Minnətdarıq. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Nərə balığı maskası arxasında kimdir? Değerli tamaşaçılar, biz ikinci qarşı durmanın sonuna gəldik, çatdıq. Bir neçə saniyədən sonra səs verməyə keçdik. Nərbala burada. Bura dönər gəlir. Bəli, biz ikinci qarşı durmanın səs verməsinə keçid alacağıq. Değerli auditoriya, məhz siz səs verəcəksiniz. Təbii ki, maskaların arxasında gizlənən həmin o məşhurları axtarırıq. Kimi gözləmə otağına göndərəcəksiniz, maskanı açmağa namizəd olacaq. Kimi növbəti mərhələyə göndərəcəksiniz. Təbii ki, detektivlər kimi məsləhət edirsiniz, kimi məsləhət görürsünüz ki, növbəti mərhələyə aparsın auditoriya. Faiq bəy, sizdən başlayaq. Bilmirəm, mənə elə gəlir ki, dönər qalsa, çox maraqlı olacaq. Dönər. Nigar Camal, kim? Kimi məsləhət görürsünüz auditoriyaya? Kimi növbəti mərhələyə yaparsın? İkisini də çox bəyənirəm. Çox fərqlidirlər və enerjisi ikisinin də çox xoşuma gəldi. Kim? Dönər. Dönər deyirsiniz. Dönər! Xilas eləsin, yoxsa maskasını açsın? Yox, açmasın. Növbəti mərhələyə göndərməsini. Yəni az səs toplasa növbəti mərhələyə keçid alacaq. Murad, buyurun siz. Mən Nərbalanı saxlayardım. Nərbala dedi Murad. İnanıram ki, Nərbala qalsa çox maraqlı nömrələr bizə Coşqun göstərəcək. Rəhimov. Valla dönər əl çatandı. Dönəri yəni Hər gün hər alırsın. gün yemək olur. Gündə yemək olur. Amma Nərbala çox qiymətin qalxıb sənin. Nərbala. Nərbala. Ona görə əl Allah çatan- bərəkət versin dönərə. Dönər dedi. Dönər Coşqun. qalsın. Kamilə xanım. Qalsın dönər. Dönər Dönər dedi qalsın, növbəti qalsın. mərhələyə geçsin. Mən istəyirəm ki,
biraz da Nərbalanın o daxilindən gələn o belə oturuşu var, duruşu var. Mən elə gəlir ki, elə çox burada Karizmatik. performanslar Kamila, çox da belə Kamila, ay Kamila, sen evlisən. Acan? Evlisən, ne oldu? Onun nə dəxli var ki? Könlü balıq istəyir də, könlü balıq istəyir. Nərbaladan danışıram. Mən kimdən danışıram? Köylü balıq istəyən maska şouya gəlsin. Mən balıqdan danışıram. Mən Dünən, dəryadan dünən, danışıram. İbrahim Bahar Ay, bəs dünən. Mən Deyir dedim ki, kurtoydu. də. Dedi də, Nərbala. Bir sözlə Nərbala. 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 Değerli auditoriya, Ama belə siz həyatda isə İbrahim. hansı maskanın maskasını açmasını istəyərdiniz? Ona səs verəcəksiniz. Əgər təbii ki, siz məsləhətə qulaq asa bilərsiniz ya da ki, öz qərarınızı verirsiniz. Əgər siz dönərin maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz Nərbalanın maskasının açılmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Səs vermə başlasın. Təbii ki, auditoriya öz seçimini edəcək. Görəsən, detektivlərin məsləhətlərini dinləyəcəklər ya yox. Çox səs toplayan, maskanı açmağa namizəddir. Az səs toplayan növbəti mərhələyə keçid olacaq. Stop. Səs vermədə yansın. Bu andan etibarən səs vermirsiniz. Siz artıq səslərinizi verdiniz. Maraqlıdır kimi? Kimi siz gözləmə zalına məhz maskanı çıxarmağa namizəd etdiniz? Kimi növbəti mərhələyə yola saldınız? Təbii bir daha söyləmək istəyirəm ki, az səs toplayan növbəti mərhələyə keçid olacaq. Çox səs toplayan gözləmə zalına gedəcək və o, ola bilər ki, bugün bura maskasız çıxsın. Hər halda nəticələr artıq hazırdır. Görəsən kim növbəti mərhələyə gedəcək? Növbəti mərhələyə dönər, yoxsa Nərbala? Şoumuzda qalır. Növbəti mərhələyə keçir. Dönər! Dönər! Növbəti mərhələyə keçir. Nərbala isə gözləmə zalına. Ola bilər ki, onu biz bugün maskasız gördük. Dönər sizi növbəti mərhələyə. Sizi isə gözləmə zalına göndəririk. Buyurun.